Kərəm də, Fərhad da mənim. Ölüm də, sevgi də, həyat da mənəm. Səni sevmək üçün gəldim dünyaya. Bəlaya düşsə fəhmi, xilas üçün gəlibsən, otur yanımda hərdən, nağıl danış mənim üçün. Axşamınız xeyir, hörmətli xanımlar və cənablar. Nağıl danış mənim üçün adlı musiqili poeziya gecəsinə başlayırıq. Çıxış üçün söz verilir Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, kinodramaturq İlqar Fəhmiyə. Axşamınız xeyir, əziz sənətsevərlər, musiqi sevərlər, poeziya sevərlər. Biz həmişə Muğam mərkəzində, Beynəlxalq Muğam mərkəzində müxtəlif formatlı musiqili, muğam, caz və müxtəlif formatlı musiqi tədbirlərində iştirak eləmişik. Amma ara sıra burada həm də poeziyayı öz qucağına açır. Poeziya ilə bağlı çoxsaylı yubileylərimiz olub burada, şairlərimizin yubileyi, başqa tədbirlərimiz. Və bugün də yenə də bizim əzizimiz, gözəl qiraətçi aktyorumuz Hüseyn Ağa Aslanovun hazırladığı və özünün təqdimatında gözəl bir poeziya gecəsinə toplaşmışıq. Niyə görə gözəl deyirəm öncədən görməmişdən? Çünki bir neçə il əvvəl, yox bir il əvvəl idi, səhv eləmirəmsə, Hüseyn Ağanın bir dənə də poeziya gecəsi burada təqdim olunmuşdu. Musiqili, gözəl təqdimatlarla. Yəni çox sevdim mən, niyə görə? Çünki artıq indiki dövr sadəcə şeiri yazmaqla iş bitmir. Şeirin müəyyən formada, poeziyanın müəyyən formada təqdimatlarını da düşünmək lazımdır. Bu, istər internet məkanında olsun, istər bu cür tədbirlərdə. Və məncə Hüseyn Ağa onun ən düzgün yolunu tapıb. Yəni canlı improvizasiya musiqiləri ilə, içində ruhunda poeziya olan gənc həmkarları ilə, musiqiçilərlə bir yerdə çox maraqlı bir belə kompozisiyalar qurur. Özü də musiqiçidir, belə bilməyənlər bilsinlər ki, yəni Hüseyn Ağa dostumuz sadəcə incəsənətin o aktyorluğunu bitirməyib, həm də musiqi məktəbini bitirib, özü də ifaçıdır. Yəni özünün də içində musiqi doyumu var və öz ruhunda, öz gördüyü işlərdə, öz layihələrdə bu cür musiqi ilə poeziyanı çox gözəl şəkildə birləşdirib, maraqlı bir materiallar, maraqlı bir layihələr, tədbirlər ərsəyə gətirə bilir və mən düşünürəm ki, qarşıdakı bir saat ərzində siz də darıxmayacaqsınız. Onun repertuarında həm klassik əsərlər var, klassik poeziyamızın nümunələri var, həm müasir poeziya var, həm son gənc nəsil şairlərimizin əsərləri var və bir saatın içində biz demək olar ki, bütün Azərbaycan poeziyasını, klassikasından tutmuş müasir dövrünə qədər müşahidə eləyəcəyik. Mən hamıya uğurlar arzu edirəm və düşünürəm ki, Hüseyn Ağanın da bu cür tədbirləri hər il bizi sevindirəcək və hər ildən ilə daha maraqlı formalar tapıb poeziyamızı daha da zirvələrə qaldıracaq. Təşəkkür edirəm. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar, əziz qonaqlar. Hər birinizi Nağıl Danış Mənim üçün adlı poeziya gecəmizdə xoş gördük. Bugün bir-birindən maraqlı şeirlər səslənəcək, musiqilər ifa olunacaq. Pianoda Zərif xanım Kərimova bizlərlə bərabər olacaq. Həm də onu xatırlatmaq istəyirdim ki, bugün bir mövzu ilə də əlamətdar bir gündə, həm də bugün beynəlxalq mədəniyyət günüdür. Bu da həm də bir növ mədəni bir hadisə sayılır. Ona görə bütün şeir sevərləri və musiqi həvəskarlarını ürəkdən təbrik edirəm. Və keçid almaq istəyirəm artıq konsertin bədii hissəsinə. Deməli, Johann Sebastian Bach və Marcello, Adagio, Şəhriyar Delgerani, xatırlamağın şeiri. Elə nigaranam, səndən nigaran. Yaşaram
ömürdən, gündən nigaran. Qayğına qalıram öz aləmimdə. Nə vaxt soyuqlasam, çay dəmləyirəm. Ürəyim əlimdə, canım əlimdə, yanına gəlirəm. Gülümsəyirəm. Deyirəm, darıxma, yaxşı olacaq. Yaxşı olmayacaq, özün bilirsən. Sən özün bilirsən necə olacaq. Sən özün bilirsən necə olacaq. Zalimin zülmü çox, məzlumun ahı. Sən özün bilirsən necə olacaq. Kimin boynunadır, kimin günahı. Şahid çağıraram ora Allahı. Mən sənin üstünə günah almaram. Nə qədər istəsən, neçə istəsən, mən özüm yanaram. Necə istəsən, heç bircə tikə də sənə qalmaram. Sənə bu qədər uzaq olunca, günəşə su qədər uzaq olunca, gedib dayanaram külək tərəfdə. Saçını öpərəm külək tərəfdən. 5-10 xatirəyə ümid olmaram. Sən necə istəsən, hardan istəsən, yadına düşərəm, haçan istəsən. Mən belə sevirəm, unudulmaram. Mən belə sevirəm, unudulmaram. Unudulmaram. Harold Arlen, Over the Rainbow. Pərviz Seyidli, Sonranı düşünmək. Bir gün biz olmayanda, yəni sakitcə, əlimiz cibimizdə, çantamızda kitablar, hər gün keçdiyimiz küçələrdən keçərcəsinə bu həyatdan köçəndə nəsə qalacaqmı bizdən? Hər gün dayanacaqda rastlaşdığım qısa saçlı qızdan sonra boşmu qalacaq onun yeri? Yoxsa başqa qızlar dolduracaq həmin qəhvəyi boşluğu? Qısa mı olacaq saçları? Buruqmu? Bir payız səhərin necə olacaq hava? Yenə küləkli mi? Yenə soyuqmu? Darıxacaqmı yollar bizim üçün? Avtobusun şeh tutmuş pəncərəsi darıxacaqmı ona söykədiyimiz alnımız üçün, üzümüz üçün? Unudacaqmı əllərimizi oxuduğumuz kitablar bir gün biz olmayanda? Qatarların yadına düşəcəkmi cəmi bir stansiyalıq? Oturduğumuz kafelerin yadında qalacaqmı elədiyimiz söhbətlər? Heç olmasa Miller'in piyesləri, Səmədoğlu şeirləri, o qızı unuttum yalanları, romanımı bitirdim cümləsi. Bir gün mən olmayanda eşidiləcəkmi kədərli bir qız səsi? Ortabab yazıcıydı, yaxşı sevgili də ola bilərdi. Amma vaxtı çatmadı. Amma vaxtı çatmadı. Vaxtı çatmadı. Pərviz Seyidli.
İndi isə solo bir ifa gəlir. Gershwin, The Man I Love. İndi isə daha bir əsər gəlir. Ennio Morricone, Playing Love. Cəlil Cavanşir, Doktor. İkimiz də gileylik taleydən, sevgidən, adamlardan. Bir daha bataq günaha, sonra tövbə edərik. İnsanlar unutqansa, biz niyə ruhdan düşək? Gəl yenidən ağlayaq, əzab çəkək. Gəl bir daha aldanaq, doktor. Sonra yeni yorulaq. Sonra bezsək, gedərik. Gəl bir də bataq günaha, sonra tövbə edərik. Səni sadəcə gözəl gülüşlərinə görə sevə bilərəm. Bəlkə də səni sadəcə gözəl gülüşlərinə görə sevirəm. Bilmirəm. Bilmirəm səndən sonra nə olacaq. Düşünmürəm. Səndən öncə kim varsa unutmuşam. Özüm də yaddan çıxmışam, doktor. Özüm də unudulmuşam. Mən indi üzgünəm və ruhum paramparçadır. İndi o dərin baxışların dolambacında aza bilərəm. Sənin oyaq qaldığın, ağladığın bütün gecələrə keşik çəkə bilərəm, doktor. Sənə şeir yaza bilərəm. Bir gün anladım ki, doktor, məni bu sərsəri ömrün sonuna sən ötürə bilərsən. Heç vaxt mənim olmayan xoşbəxtliyi
gətirə bilərsən. Mənə biraz ümid ver. Yaşamaq yox, yaşlanmaq üçün. Bircə sözün bəs edər həyata bərk-bərk tutunmağa. Bircə gülüşün bəs edər hamı sevməyə. Səni sevdim ki, dəyişim. Sevdim ki, ümidim olsun həyata bağlanmaq üçün. Bağlanmaq üçün. Igor Krutoy, Когда я закрываю глаза. Nüsrət Kəsəmənli, sən demə, təzədən sevmək olarmış. Sən demə, təzədən sevmək olarmış. Talih də təzədən gülə bilərmiş. Küsüb, gözü yaşlı gedən məhəbbət, peşiman dönə bilərmiş. Ürək bulud kimi boşalırsa da, demək, bulud kimi təzədən dolur. Sonuncu şöləsi titriyən şamdan ayrı bir şamı da yandırmaq olur. Sən demə, təzədən sevmək olarmış. Köhnə yaraları vaxt, zaman silir. Kəsilən budaqda ölən ağaclar təzə pöhrələrlə dirilə bilir. Ağlıya dünyaya gəlib, biz ana südü ilə gülməmişikmi? Hər axşam sapsarı batan günəşi hər səhər təzə tər görməmişikmi? Sən demə, təzədən sevmək olarmış. Sevgi fürsət deyil ki, quş kimi uçar, nə də kölgədir ki, qaçasan qova, ya da sən qovasan, o səndən qaçar. Çıxarsan qəlbindən ötən sevgini, bir gün tənhalıq sıxacaq səni. Kiməsə etdiyin yaxşılıq kimi, məhəbbət qarşına çıxacaq sənin. İlk sevgi, yuvadan düşən quşcuğaz. Körpə qanadları pöhrələnməyib. Məcnunun ahı ilə uçan məhəbbət, min hiylə əli ilə yerə enməyib. Mən ki görməmişəm sevgini susan. Məhəbbət zirvədə bəslənən qarmış. Kim deyir, bir dəfə sevilir insan? Sən demə, hər dəfə sevmək olarmış. Hər dəfə sevmək olarmış. İndi isə səhnəyə iki peşəkar, istedadlı musiqiçini dəvət etmək istəyirəm. Tarda İsmail Zülfiqarov, nağarada Cəfər Həsənov. Kompozisiya.
Cəfər Həsənov, İsmail Zülfiqarov. Növbəti çıxışımız Basilaya Serenada, Pərviz Seyidli qatar qaralamalarında. Soyuq havalar, isti vaqonlara tələsən ayaqlar, köhnəlmiş çanta,
İçində vərəqləri saralmış kitablar. Mürgülü qatarda yorğun adamlar. Senarist beynində növbəti bölümü tamamlar. Senarist fikirli, qayğılı, yorğun, yeknəsək həyat, şirin xəyallar. Yazılmalı gözəl əsərlər varkən çürüdür onu mənasız seriallar. Senarist fikirli, qayğılı, yorğun, qulaqlıqda Bayat-ı Şiraz, kamança, tar. Senarist düşünür, nə yaxşı ki payız var. Əsir küləklər, yağır narın yağışlar. Üşüyəndə daha qayğıkeş görünür tünd qəhvəyi adamlar. Senarist fikirli, qayğılı, yorğun. Seriyanın sonunda öldürüm o qızı. Düşünən senaristin xəbəri yox heç nədən. Məsəl üçün, sol cərgədə dayanan, əlində yaşıl çətir, gözlərində ümidlə senaristə boylanan sarı saçlı bir qızı görə bilmir senarist. Hey düşünür, öldürüm, yoxsa elə yaşasın. Fikirləşir, bir qərar verə bilmir senarist. Sarı saçlı qız isə senaristə hey baxır. Çətirindən su damır qatarın döşəməsinə. Senarist fikirləşir, senarist bərk darıxır. Ən şirin senaridən xəbərsizdir senarist. Növbəti stansiya sarı saçlı qız düşür. Gözlərində ümiddən bir əsər də qalmayıb. Qərar verir senarist, öldürəcəm o qızı. Ailəsi üz döndərib, sevgilisi ölübdür. Onsuz da onu sevən bir nəfər də qalmayıb. Bir nəfər də qalmayıb. Pərviz Seyidli. Ennio Morricone. Sinema Paradiso filmindən sevgi mövzusu. Əli Abbas Qasımov, sevgimi küləkdən qoruyuram mən. Külək sığal çəkir hörüklərinə. Səni qısqanıram küləyə hərdən. Əlimi dolayıb incə belinə, sevgimi küləkdən qoruyuram mən. Əs külək, nə qədər istəyirsənsə, istərsən çox güclü bir tufan qopar. Sevginin gücünə sən bələdsənsə, Hüsala toxunma, hicrana apar. Bir sərin meh olub əs başım üstə, öz həzin layılanla oxşa sevgimi. Bu eşqin odunda yanan mən xəstə, vermişəm sevginə neçə ilimi. Qəlbimdə min arzu, sonsuz xəyallar. Kəsmə ümidimi külək, kəsməsən. Qoparsam fırtına, yansa dünyalar, eşqindən dönmərəm. Bunu biləsən. Bir xəzri olarsa eşqimə çarə, üz tutub dənizə mən yalvararam. Dərdimi söylərəm mavi xəzərə. Sevgimi küləyə mən qısqanaram. Yox əsər əlamət o sərt küləkdən, elə yumşalıb ki, əsir çox həzin. Qəlbimi açıram küləyə hərdən, necə sevdiyimi qoy o da bilsin. Bəzən darıxıram düzü küləksiz. İstəyir qoyəsin dağdan, dənizdən. Küləksiz dözərəm, dözmərəm sənsiz. Əs külək, incimə bu sevgimizdən. İncimə bu sevgimizdən.
Toygar İşıqlı, sonsuza kadar. Rəşad Nağı Mustafa, bir də görürsən ki. Bir də görürsən ki, yaxşıdır hər şey. Əlində, ovucunda qalıb əlləri. Bircə islanmısan yağışın altda. Bircə adlamısan gölməçələri. Bir də görürsən ki, yaxşıdır hər şey. Duanı eşidib qurban olduğum. Daha tək deyilsən yer kürəsində, getməyə yerin var, tutmağa arzun. Bir də görürsən ki, yaxşıdır hər şey. Xoşbəxtlik səninlə başını qatır. Bu dəfə görürsən başqadır hər şey. Bu dəfə daha çox kişisən sanki. Bu dəfə sevməyə ürəyin çatır. Bir də görürsən ki, yaxşıdır hər şey. Hamı bəxtəvərdir sənin gözündə. Xoşbəxtdir küçədə süpürgəçilər, səndən pul istəyən dilənçilərin daha səmimidir duaları da. Yalan danışmağın daşını atıb, ta bezib, yorulub yalancılar da. Müştəri gözləmir sarı taksilər. Qırmaqdan çıxarıb soxulcanları allatmır balığı, balıqçılar da. Allatmır balığı, balıqçılar da. Balıqçılar da. Konstantin Miladze, Apets Mitel, Pərvi Seyidli, Bakıdan İstanbula. Bakının küləyidir, yellədir saçlarını İstanbulda. Axı, gedəndə özündən aparmışdan. Paltarlarını, Bakının küləyini, günəşini, qarını. Bir-iki isti xatirə də qoymuşdun çamadana, üşüməyəsən deyə oralarda. Kiçik, küləkli şəhərin ipək saçlı qızı, necə keçir günlər qoskoca İstanbulda? Xəzan dolu sonbahar, soyuqdur mu havalar? Gölməçələrdən su içirmi kimsəsiz pişiklər? Çay mı içirsən? Türk qəhvəsi mi? Yeri gəlmişkən tünd qəhvə ətirli yağış yağır indi burada. Əllərim cibimdə, dolaşıram küçələri. Şəklini çəkir beynimdəki sərxoş rəssam. İçimdə səni görməyə arzusu. Şeir yazıb gecələri dua kimi oxuyuram Allaha. Axı ondan yaxşı başa düşən yoxdur məni burada. Mən Bakıda, sən İstanbulda. Dalğalanan saçlarınla dayanıb boğazda dənizi ütüləyən gəmilərə baxırsan. Mən müşviqi vərəqlədikcə hər darıxanda, bəlkə də həmin vaxt Can Yücəl oxuyursan. Kaş şeirlərdən körpü atmaq olaydı şeirlərə. Şeirlər qalib gələydi şəhərlərə. İkimiz də darıxırıq sənin üçün. Mən, bir də Bakı. O küləklə başını qatır, mən gəlişini xəyal etməklə. Nə bilim, belə yaxşıdır bəlkə də. Çünki sevmək biraz iddiadır, biraz imtinadır, biraz da uzaq olmaq. Sən ayrı ölkədə, mən ayrı ölkədə. Belə yaxşıdır, bəlkə də. Belə yaxşıdır, bəlkə də. İndi isə səhnəyə İsmail Zülfiqarov və Cəfər Həsənov dəvət olunur. Alqışlarınızla.
Salam Qədirzadə, bacı qızı. Bir səhər bacım qızı Gülyanaq bizə gəlib məni silkələyərək şirin yuxudan oyatdı. Day, bilirsən nə var? Gözlərimi ovuşdurub ona baxdım. Nə var ay qız? Bu tezdən xeyir ola. Xeyir day. Telefon stansiyasında bir yaxşı yer boşalıb. Sənə qurban olub. Naçalnikə deginə, məni ora düzəltsin də. Nə işdir ki? Gecələr növbətçi olacaq. Əlim ayağım tərtəmiz. Özü də əsl mən deyəndir. Nə matematika bilmək lazımdır, nə də politekonomiya. Götürürsən trubkanı. Alo, zanitdi. Alo, proverka. Vəssalam. Dedim, çalışaram. Çox xahişdən, minnətdən sonra Gülyanağı işə düzəltdim. Özünə çağırıb tapşırdım ki, bax, naçalnikin deyir gecələr yatmaq olmaz. Vaxtında geri telefon xəttinin sazlığını yoxlayasan. Həm də adamlarla mədəni rəftar eləmək lazımdır. Gülyanaq məni axıra kimi danışmağa qoymadı. Ay, hamısını bilirəm. Naçalnikimizin əmrini verməmişdən qabaq, onlar bir-bir mənə tapşırıb. Sən lap arxayın ol. Qoy sabahdan işə başlayayım, görərsən. Gecə saat 2 olardı. Çox yorğun yatmışdım. Qəfildən otaqları qulaq batıran cingiltili səs bürüdü. Mən qalxıb telefona cumdum. Arvad diksinərək deyindi. Uşaq oyanıb ağladı. Alo, kimdir? Day, mənəm, Gülyanaqdır. Gözün aydın, işə başladım. Əcəb elədim. Sonra heç nə. Sağlığın. Gecən xeyrə qalsın. Sən nə danışsan, ay day. Gecən xeyrə qalsın nədir? Səhərəcən gərək proverka edeyim. Elə bala, elə. Keçib çarpayda uzandım və nə qədər çalışdımsa özümü yuxuya verə bilmədim. Saat 3-ü, 4-ü, 5-i vurdu. Mən elə oyaq idim. Dan yerə ağarırdı. Daha yata bilməzdim. Birazdan işə getməliydim. Qalxıb geyindim. Ancaq ayaq üstə gözlərim yumulurdu. İştahım da küsmüşdü. Yarımca stəkan çay içib evdən çıxmağa hazırlaşırdım ki, telefon cır səslə bir zəngulə vurdu. Götür gör kimdir, deyə arvada eşitdirib özüm yola düzəldim. Elə qapını açıb dəhlizə ayaq basanda arxadan arvad məni səslədi. Ay xan kişi, səni istəyirlər. Könülsüz geri qayıdıb dəstəyi ondan aldım. Alo? Day, sənsən? Mənəm, sözün. Proverka. Yaman bəlaya düşmüşdüm. Proverka elinə rahatlığım yox idi. Gecə yatanda proverka. O başdandan şirin yuxudaykən proverka. Səhər gözünü açmamış proverka. Bundan qabaq da bizim telefon stansiyasında növbətçi qızlar olurdu. Lakin onlarda belə şeylər yox idi. Bilmirəm, əvvəlki qızların pis işlədiyindənmi o zaman rahat yatırdıq, yoxsa bu Gülyanağın yaxşı işlədiyindənmi indi rahatlığımız pozulmuşdu. Artıq bir həftə olardı ki, gecələr telefon zəngini eşitcək, mən yerimdən qalxıram, arvad diksinib deyinir, uşaq oyanıb ağlayırdı. Nəhayət, proverkalardan təngi gəlmiş arvad məni dilə tutub dedi. Xan kişi, sən atovun göğrü, səhər özünü ver telefon stansiyasına. Bir tər xahiş elə ki, bəlkə o bacın qızını işdən çıxartdıra biləsən. Valla razıyam, yaxşı bir plov da pişirərəm. Naçalnikləri evə qonaq da çağıraram. Elə şey olar. Sırağa gün üzümün əti tökülə-tökülə ona minnətlə işə düzəltdirmişəm. İndi necə gedim çıxartdırım? Qoy biraz da gözləyək, görək axırı nə olur. Nə olacaq? Deyə arvad qeyzləndi. Proverka. Ertədən sobanı qalamadığımız üçün gecə evimdə yaman soyuq idi. Qalın yorğanı başıma çəkib yerimdə uzanmışdım. Ancaq bu dəqiqə telefonun ayağı tapdalanmış küçük kimi zingildədiyini bildiyimdən çox səksəkəli idi. Məni təzəcə yuxu aparmışdı ki, fasiləsiz bir zəng səsi gəldi. Arvad diksinib deyindi. Uşaq oyanıb ağladı. Yerim yaxşıca qızdığından mən qalxmaq istəmədim. Ay Nisə, bu dəfə sən dur gör kimdir, deyə yumuşaqlıqla arvaddan xahiş elədi. Dinmədi. Zəng 2-3 dəfə də uzun-uzadı zingildəyəndə səsimi qaldırdım. Ay qız, səndən deyiləm. Qalxıb cavab ver. Arvad üzümə durdu. Qalxmayacaq.
Cavab verməyəcəm. Əşi, nə bilirsən, bəlkə proverka deyil, başqa şeydir. Elə səni istəyirlər. Ay, utanmaz. Gecənin bu aləmdə məni kim istəyəcək? Mən sənin üçün skor komuşam, pajarlı komandayam, nəyəm? Zəng səsi bir də eşidiləndə qan beynimə vurdu. Özümü saxlaya bilmədim. Başımın altından yastığı qamarlayıb hirslə arvadın çarpayısına tərəf tolazladım. Digər ki, əllərim əsdiyindən düz nişan almadım. Yastıq gedib cübbultu ilə oğlumun peysərinə dəydi. Bayaqdan xırda-xırda ağlayan uşaq bu nagahani zərbədən qorxub qışqırmağa başladı. Ay qız, dur! Səsimdən divarlar titrədi. Bu vaxt qonşumun da işığı yandı. Yəqin onlar da evdə dalaşdığımızdan xəbər tutmuşdular. Ancaq bu qədər çığır-bağır salmağıma, hövsələdən çıxmağıma baxmayaraq, arvad heç qımıldanmadı da. Öldürsən də duran deyiləm. İstəyirsən balışı döşəyi mənə yox, lap məni götürüb balışa döşəyi çırp, yenə yerindən tərpənməyəcəm. Tərpənməyəcəksən, deyə mən arvadın üstünə şığıyanda yenə zəng çaldı. Haçan telefonu cumub dəstəyi götürdüyümü bilmədim. Gülyanaq, qoy rahat yaşayaq da. Bu nə loğdu bizim evə salmısan? Yenə proverka, bəs deyil. Özüm dedim, özüm eşitdim. Telefondan səs-səmir gəlmədi. Lənət sənə, kör şeytan. Bu nə oyun düşmüşəm. Qayıdıb yerimə keçmək istəyəndə bayaqki zingiltili bir daha təkrar olundu. Ancaq bu dəfə səs elə bir telefondan yox, dəhlizdən gəldi. Qaranlıq evin ortasında dayanıb fikirləşdim. Yəqin məni qara basır. Ürəyimin yanğısını söndürmək üçün təzəcə bir papiros yandırmışdım ki, qapımızın yumruqla döyəclədiyini eşidib dəhlizə çıxdım. Aday, kimdir? O tərəfdən tanış bir səs gəldi. Ay xan kişi, biciyə, nə möhkəm yatmısan? Zəngi basmaqdan yorulduq ki. Qonaqlarım kənddə yaşayan qohumlarımızdan idi. Qızlarının nişanına hazırlaşan ər-arvad Bakıya 5-6 günlüyünə bazarlıq eləməyə gəlmişdilər. Oturub keyf əhval tutduqdan, 1-2 stəkan çay içəndən sonra bizim arvad onların yerlərini elə mənim arzu elədiyim kimi telefon olan otaqda saldı. Gecəniz xeyrə qalsın. Mən o bir evə keçəndə qohumlarımı eşitdirdim. İşdi, telefon zəng eləsə, trubkanı götürüb bir dəfə bəli deyil vəssalam. Əşi, o nə çətin işdi ki. Birinci dəfə telefon zənglərinə kişi qonaq qalxdı. İkinci dəfə əri bu vəzifəsini arvadına tapşırdı. Üçüncü gecə növbə ilə cavab verirdilər. Dördüncü gecəni isə evimizdə yatmaqdan boyun qaçırdılar. Mən də arvad da nə qədər dil tökdüysə onları saxlaya bilmədik. Bizi narahat eləmək istəmədiklərini bəhanə getirərək mehmanxanaya getdilər. İstirahət günü bacım qızını yanıma çağırmışdım. Çox dilxor idim. Oturub yolunu gözləyirdim. Qəfildən qapı açıldı. Gülyanaq şad bir halda içəri girib dil-dil ötməyə başladı. Dayı, salam, necəsən? Mən səndən bilirsən nə qədər razıyam. Naçalnikimiz deyir, sağ olsun dayın ki, sənin kimi zirək bir qızı gətirib bizim stansiyada işə qoydu. Mən danışmadım. Nə var dayı, qaşqabaqlı görünürsən. Bura bax Gülyanaq. Olmaz ki ya, məni gündüzlər proverk eləyəsən. Bacım qızı nə dili bilməz uşaqmış. Bu sözləri, bu eyhamı başa düşmədi. Gözlərim üstə dayı, mən hələlik növbədə gecələr oluram. Ancaq oradakı qızlar xətrimi çox istəyirlər. Tapşıraram, gündüzlər də proverk eləyərlər. Heç qoyaram sizin telefon xəttiniz bir dəqiqə xarab olsun. Da onda bəs mən nə üçünə? Elə bilirsən ki ya, hamısını sənin kimi tez-tez yoxlayıram. Mən onun sözünü kəsdim. Gülyanaq, səndən xahiş edirəm. Əgər mənə azdan çoxdan hörmətin varsa, bundan sonra bizi proverk eləmə. Qız tutuldu. Dayan, doğru deyirsən? Bəli, lap ciddi sözümdür. Mən Gülyanağın qızarıb pərt olduğunu görcək, zorla gülümsədim. O da elə buna bənd imiş kimi ağzını göyə açıb ucadan qəhqəhə çəkdi. Eləyəcəm. Eləmə. Gecədə çox yox, 2 dəfə. Lazım deyil. Heç olmasa bir dəfə. İstəmirəm. Onda qızlara tapşıracam, gündüzlər proverk eləsinlər. Yaxşı, ona razıyam. Deyəsən Gülyanaq ağıllanmışdı. Neçə gecə idi ki, daha bizim rahatlığımızı pozmurdu. Arvad, mən işə gedəndən sonra gündüzlər necə? Proverk eləmirlər səni? Deyə bir-iki kərə maraqlanıb xəbər alanda, Nisə başını qaldırmadan cavab verdi. Yox, daha elə şeylərdən qulağım sakitdir. Tapmışam kəmini. Bir gün heç gözləmədiyim halda telefon xəttimizi tamam kəsdilər. Çox get-gəldən sonra bunun səbəbini öyrəndim. Sən demə,
İndi də gündüz proverkalarla bezmiş arvad, mən evdən çıxan kimi telefon dəstəyini aparatın üstündən götürüb, camaxatana yığılan yükün arasına dürtürmüş. Bu məsələdən xəbər tutan bacım qızı başılı oğlu mənim qonşumun telefonuna çağırtdırdı. Görürsən ayday, proverka eləməyəndə axırı nə olur? Cəfər Həsənov, İsmail Zülfiqarov. İndi isə bir solo ifa səslənəcək. Randy Newman, Oyuncaqlar əhvalatı cizgi filmindən So Long. İfa edir Zərif Kərimova.
Maris Ravel, Habanera. İfa edir Zərif Kərimova və Nərgiz Əliyeva. Qulluq, Arifey Evrizik Operasından Melodiya, Camal Yusifzadə, Dünyaya qorxunun gözü ilə baxma. İfa edir Zərif Kərimova və Nərgiz Əliyeva. Dünya bir pəncərədir. Baxsan da, baxmasan da. Çay axır, vaxt aparır. Axsan da, axmasan da. Dünyaya qorxunun gözü ilə baxma. Dünyaya qorxunun gözü ilə baxma. Dərin olmaz, sərin olmaz. Yarın olmaz qara ağac kölgəsi. Qara daş, qara qum, duz göyərəndə, çiynində qanadlı mələk görəndə, dünyaya qorxunun gözü ilə baxma. Ruhun həbsdəsə, kədər xəstəsə, bəd xəbər kəssə, dünyaya qorxunun gözü ilə baxma. Nə mən arzunun sonuyam, nə sən sevdanın ilki. Dünyaya qorxunun gözü ilə baxma. Dünyaya özümüz gəlməmişik ki. Dünyaya qorxunun gözü ilə baxma. Ya qul olacaqsan, ya da ki quldar. 5 günlük dünyanın feylinə uyma. Qanı laxtalanmış azadlıq da var. Sevən sevilmirsə, bəxtin kəmdirsə, sarı sarı deyil, yaşıl nəmdirsə, qürub qan qırmızı batan qəmdirsə, dünyaya qorxunun gözü ilə baxma. İçində izin azalsa, dizində dözüm azalsa, Tanrıdan izin azalsa, dünyaya qorxunun gözü ilə baxma. Geç tapdın, tez itirdin. Atam oğlu fərq eləməz.
Nə isə tapılmalı, nə isə itməlidir. Əzəli bir kələ idi, nə vaxtsa ötməlidir. Qanadlı şəlaləyə, al badə lalələrə, zeytun gözlü dənizə, gümüşü balıqlara, kül altında közərən müqəddəş eşqə görə zərli kəpənəklərə, kəhkəşanlı göylərə, allı güllü payıza, quşbaşı qara görə, dünyaya qorxunun gözü ilə baxma. Milçəkdən fil düzəlsə, fahişələr mələyə, iblislər bütə dönsə, qorxunun gözü ilə dünyaya baxma. Neysə. Nə qəm. Ölüm haqsa, qəmin kəm. Dünyaya qorxunun gözü ilə baxma. Ölüm haqsa, qəmin kəm. Dünyaya qorxunun gözü ilə baxma. Baxma. Rafiq Babayev, Əlvida. Ramiz Rövşən, son görüş. Bu vaxtsız sevginin əcəli yetdi. Bu idi qismətimiz, ya tez, ya da gec. Hərə öz dərdini apardı, getdi. Bəs niyə dərdimiz azalmadı heç? Dünya dağılmadı biz ayrılanda. Göylər biraz yağış çilədi ancaq. Sən mənə xoşbəxtlik dilədin onda. Mən sənə rahatlıq dilədim ancaq. Rahatlıq dilədin ev eşiyimə, körpəmin beşiyinə, nəvəsi diz üstə çıxan atama, anama da. Bir vaxt səndən öncə rastıma çıxan, məni səndən alan qadınıma da. İstədim son dəfə basım bağrıma. Dedin, nəyə lazım? Yox, yaxşı deyil. Ağladım, dedim ki, kiri, ağlama. Dedim ki, yağışdır, göz yaşım deyil. Bu görüş sonuncu görüşdü daha. Bugün ayrılırıq deyib gəlmişdin. Bəs niyə mənimlə son ayrılığa ən gözəl donunu geyib gəlmişdin? Bəs niyə o cürə gözəldin onda? İndi bunu necə duyum? Bilmirəm. Bəlkə də son dəfə mənim yadımda gözəl qalmaq idi arzun. Bilmirəm. Bir sevgi yarımçıq qırıldı o gün. Yağış da kəsildi, bulut da getdi. Bir qızla bir kişi ayrıldı o gün. Hərəsi bir yana üst tutub getdi. O qızdan gözəl qız tapılmaz daha. Daha o kişidən igidi yoxdur. Amma bu dünyada xoşbəxt olmağa daha heç birinin ümidi yoxdur. Heç birinin ümidi yoxdur. Taleyin İroniyası filmindən musiqi Hamlet İsaxanlı. Səni sevdim çox sadəcə. Səni sevdim gündən günə daha dolğun, daha incə, düşünmədən,
daşınmadan, bərbəzəksiz, çox sadəcə. Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi. Səni sevdim gözəlliyə heyran olan insan kimi. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Mahnılarda anılmadım, dastanlarda yoxdur adım. Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım. İçimdəki ağrıların ateşindən kül olmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Məcnun olub dərdli eşqlə səhralara üz tutmadım. İnsanlardan uzaq düşüb ceyran cüyür ovutmadım. Xəyallara səcdə qılıb vüsalını unutmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Fərhad olub dəryaları məcrasından döndərmədim. Xosrov kimi can yanığımı məhəbbətlə söndürmədim. Dünyanın naz neymətini sənə bəxşiş göndərmədim. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Romeo tək tez odalıb yanmaq üçün doğulmadım. Vaqif kimi pəri sona göllərində boğulmadım. Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Koroğlu tək eşq yolunda davalara alışmadım. Haray salıb gözəllərin məclisinə qarışmadım. İstedadlı aşiq kimi Füzuli ilə yarışmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Səni sevdim gündən günə daha dolğun, daha incə. Düşünmədən, daşınmadan bərbəzəksiz, çox sadəcə. Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi. Səni sevdim gözəlliyə heyran olan insan kimi. Sadəcə çox sevdim səni. Səni sevdim çox, çox sadəcə. Çox sadəcə. İndi isə səhnəyə Tarzən İsmail Zülfiqarovu dəvət edirəm. İndi sizlər üçün Əlyağı Vahidin və İlqar Fəhminin qəzəlləri səslənəcək. Ey gül, səni hər kəs ki sevib, bəxtəvər oldu. Eşqində bir ancaq mənim ömrüm hədər oldu. Kim sevdi qara zülfünü ağ günlərə çıxdı, tale mənə yar olmadı, bir dərd sər oldu. Mən ağladım öz halıma, biganə sevindi. Şükür Allaha, mən qaldım, o məndən betər oldu. Yıxmaqdı məni məqsədi namərdi rəqibin. Bar vermədi məqsudi bütün, bisəmər oldu. Ayrılmaz idi bir-birimizdən aramızda, göz dəydi bizə, bəlkə də bir bədnəzər oldu. Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir.
Hər kim vətənin sevdi, o əhli hünər oldu. Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət, insanlıq ilə ömr eləyən bəxtəvər oldu. Səndən sonra vahid, ayıq ol, qoy deməsinlər. Dünyaya gəlib getdi heyif, bixəbər oldu. Yatmışdı həqiqətdə o kəs ki, hələ sağdır. Gözlərini dünyaya yuman gündən oyaqdır. Bir zirvəsi qarlı uca dağdır ki, qəmi eşq, şair təbi oradan su alan xırda bulaqdır. Allah əbədiyyət sarayın bizlərə vermiş. Dünyamız o zinətli sarayda bir otaqdır. Dağlarca əzab verdiyi üçün mənə dövran, dağdandır böyük yarəli sinəmdəki dağdır. Var dövləti tutmaq üçün ayaqlar da əl olmuş. İmanı atıb qaçmağa əllər də ayaqdır. Dünyaya qonaqdır dedilər hər gələn insan. Hər halda qonaqdırsa da çox üzdü qonaqdır. Məcnunə həyat yoldaşı qəm, Fəhmiyə möhnət. Aləm dedi Məcnun ilə Fəhmi bacanaqdır. Aləm dedi Məcnun ilə Fəhmi bacanaqdır. Daha bir solo ifa gəlir. Fahir Atakoğlu, Darğın Dilim. İfa edir Zərif Kərimova.
Növbəti əsər Vaqif Mustafazadə Düşüncə. İlqar Fəhmi Bakı tarixindən Kallaş romanından bir parça. Bax, belə. Bu, mənim Bakımdır. Mənim Bakım yalnız mənimdir. Çünki yalnız mənim içimdədir. Mənim ruhumdadır. Mənim qanımdadır. Hətta deyərdim ki, genimdədir. Ən əsası isə, mənim Bakım heç vaxt uçurulub dağıdılmayacaq. Mənim Bakımın köhnə həyətlərinin yerində 20 mərtəbəli binalar ucalmayacaq. Mənim Bakımın küçələrində həmişə trolleybuslar, tramvaylar dolaşacaq. Dondurma satanlar altına çax bərkidilmiş taxta qutularını qabaqlarına qatıb, bütün günü maroş, maroş, qışqıra-qışqıra tinləri, dalanları gəzəcək. Yaşlı, cavan quşbazlar şalvarlarının balaqlarını, köynəklərinin qollarını çırmalayıb, damda göyərçin uçurdacaq. Axşamlar əllərində təsbih fırladan, başlarından aerodrom şəpkələri əski olmayan Bakı kişiləri küçələrin o üz bu üzündə şaqqa şuruqla nərd atacaq. Dirsəyəcən yağın, benzinin içində olan şoferlər qapılarında saxladıqları hökumət maşınlarının kapotunu qaldırıb motorunda eşələnəcək. Ağzı dualı, başı buxara papaqlı, şəvə saqqallı ağsaqqallar tut ağaclarının altına yığışıb Seyid Əzimin, Füzulinin qəzəllərini xırdalayacaq. Arvadlar həyətlərdə paltar uyuya-uyuya dünən axşam televizorda göstərilən İndeyski kinonu müzakirə edəcək. Uşaqlar da gah kərpələng uçurdacaq, gah da taxta avtomatlarla, tapancalarla silahlanıb dava oynayacaq. Və başdan başa qırı verən bu idiliya əbədiyyətə qədər dəyişməyəcək. Hər şey olduğu kimi qalacaq. Heç kim qocalmayacaq, ölməyəcək. Heç yer uçurulub dağıdılmayacaq. Hər şey olduğu kimi qalacaq. Mən də Əzrailin dəvətnaməsini alana qədər qırı verən bu tablonu hər gün seyr edəcəm. Toz basanda siləcəm. İstadanda qurudacam. Çirk olanda yuyacam. Ən nəhayət, özümlə bərabər, öz içimdə o dünyaya aparacam. Bəli, o dünyaya. Çünki bu dünyada mənim özümə yer olmadığı kimi, mənim Bakımın da yeri yoxdur. Nə mənim Bakımın, nə də onun tarixinin. Mənim Bakımın tarixi isə adamın içini yeyir. Hətta
nağıl olsa belə. Nağıl olsa belə. İlqar Fəhmi. Aytən İsmixanova, Məhəllə kinofilmindən musiqi. İfa edir Zərif Kərimova. Jo Hisayişi, Nostalgiya. Zəlimxan Yaqub, səni sevmək üçün gəldim dünyaya. Çöldə çiçək oldum, çəməndə naxış. Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış. Çevrildim çeşməyə, qarışdım çaya. Səni sevmək üçün gəldim dünyaya. Mən 1000 il əvvəl də gələ bilərdim. 1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şaqraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə gətirdim. Qurudum sümbülü dənə gətirdim. Könlümdə nə varsa sənə gətirdim. Mənim yollarımı kəsə bilmədi nə sərhəd, nə dəmir, nə daş, nə qaya. Səni sevmək üçün gəldim dünyaya. Məcnun da, Kərəm də, Fərhad da mənəm. Məcnuna,
Fərhada qanat da mənəm. Ölüm də, sevgi də, həyat da mənəm. Şükür Yaradanın verdiyi paya. Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya. İndi isə bir əsər səslənəcək. Xatirə adında bir əsər. Musiqisi Zərif Kərimovaya məxsusdur. Sözlərini isə Hüseyn Ağa Aslanov yazıb. Sizlər üçün ifa edəcək Nurlana Abdullayeva. Alqışlarınızla. Ömrün boyu məni gözləyərmisən? Səni şeirlə bəzəsəm hər gün, sən bircə şirin söz söyləyərmisən? Hara getsən düşür yada camalın, etmir gözlərimdən sənin xəyalın. Sənlə keçirdiyim günün hər anın xatirəsini söyləsəm tutarmısan? Qanadsız gəzən mələyim, hər zaman, hər an mənim köməyim. Dara düşsəm, sən gərəyim, çətin gündə dadıma sən çatarmısan? Hara getsəm düşür yada camalın, getmir gözlərimdən sənin xəyalın. Sənlə keçirdiyim günün hər anın xatirəsini söyləsəm tutarmısan? Hara getsəm, düşür yada xəyalın, getmir gözlərimdən sənin xəyalın. Sənlə keçirdiyim günün, hər anın xatirəsini söyləsəm tutarmısan? Tutarmısan? Nurlan Abdullayeva, Zərif Kərimova.
Əziz dostlar, əziz qonaqlar, çox sağ olun ki, bugün bizim konsertimizdə iştirak elədiniz, poeziya gecəsində iştirak elədiniz və mən son olaraq bir fikir bildirmək istəyirəm ki, bu konsertin adı niyə məhz Nağıl Danış mənim üçün adlanır? Bizim hamımızın sevimlisi İlqar Fəhminin şeiri əsasında bir ad seçilmişdi konsertə, Nağıl Danış mənim üçün. Və istərdim son olaraq musiqisiz şeiri sizlər üçün səsləndirim. Nə vaxtsa qəmli olsam, nağıl danış mənim üçün. Nəfəs kimi daralsam, nağıl danış mənim üçün. Yalan şirin zəhərmiş, məni həmişə aldat. Həqiqəti cırıb at, nağıl danış mənim üçün. Bu günləri bir anlıq silib çıxart yadından, unutduğum qadından nağıl danış mənim üçün. Dəniz-dəniz günahdan xilas bəhanəsi ilə, mələklərin səsi ilə nağıl danış mənim üçün. Həyat duman kimi idi, itib batıb dağıldı. Ölüm də bir nağıldı, nağıl danış mənim üçün. Əcəl yuxusu gəldi, bu yaşı sil gözümdən, yavaşca öp üzümdən, nağıl danış mənim üçün. Bəlaya düşsə fəhmi, xilas üçün gəlibsən, otur yanımda hərdən, nağıl danış mənim üçün, nağıl danış mənim üçün. Hər kəsə təşəkkür edirəm, başda musiqiçi dostlarımız olmaqla Nərgiz Əliyeva, İsmail Zülfiqarov, Cəfər Həsənov, Hər birinizə təşəkkür edirəm bu axşamı bizimlə keçirdiyiniz üçün. Növbəti konsertlərdə görüşmək ümidi ilə. Sağ olun.